Cənub bölgəsində proqnozlaşdırılan qar heç bir gün keçməmiş reallaşdı. Havaların qeyri-sabit keçməsi, aramsız yağan yağışlar nəhayət özünü ötən gecə göstərdi. Belə ki, Lənkərana mövsümün ilk qarı yağdı. Rayon ərazisində ötən gün axşam saatlarından başlayaraq yağan sulu qar sonradan qarla əvəzləndi. Lənkəran sakinləri ilk qarın sevincini yaşadılar. Bu gecədən etibarən bir neçə gündür yağan intensiv yağışlar qara çevrildi və Lənkəran ağörpəyə büründü. Qarın hələ də davam etməsinə və havanın soyuqluğuna baxmayaraq, parklarda əvvəlki adi günlərdən daha çox adam var. Təbii ki, əksəriyyət qarın yağmasına sevinən gənclərdir. Qar topu oynayan kim, şəkil çəkdirən kim. Bütün rayonlarımızda yağmışdı, yəni Lənkəran qalmışdı. Lənkəranda da inşallah yağdı, yəni ki, ürəyimiz cıldı. Sevincli bugün havadır, qar yağır, istəyirik ki, yenə çox yağsın, uşaqlar da şənlənsinlər burada. Qara ən çox sevinən isə təbii ki, uşaqlardır. Neçə gündür gözləyirdim qar yağsın. Sinif yoldaşlarımdan gələk bura, qar topu oynayaq, qar adam düzəldək burada. Hələlik rayonda qarın yağması ilə bağlı hər hansı bir fəsad qeydə alınmayıb. Qar yeni yağmağa başladığı üçün və temperatur da bir o qədər də aşağı olmadığı üçün yollarda hər hansı bir donma və ya hərəkətin məhdudlaşması yaşanmayıb, avtomobillərin hərəkəti hələlik tam qaydasında davam edir. Lakin elektrik enerjisinin verilməsində yenə də fasilələr yaranıb. Bugün səhər saatlarından şəhərin bəzi küçələrində və bir neçə kənddə elektrik enerjisi kəsilib. Qeyd edək ki, Cənub bölgəsinə ən çox qar yardımlıya yağıb. Hazırda burada qarın hündürlüyü 22-25 sm, Lerikdə 12-15 sm, Lənkəranda isə 4-5 sm təşkil edir. Məhəmməd Rzayev, Elşən Əhmədov, Lənkəran.